19-cu fəsil 41-ci 44-cü ayələrdir. İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı. O dedi: "Ah, kaş sən də bugün sülhə aparan yolu tanıyaydın. Amma bu yol hələlik sənin nəzərindən gizlənib. Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar. Səni də, qucağındakı övladlarını da yerlə yeksan edəcəklər, daşını daş üstə qoymayacaqlar. Çünki Allahın sənə yaxınlaşdığı zaman anlamadın. Çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın." Bu, Rəbbin kəlamıdır. Amin. Xahiş edirəm, əyləşin. Mənim həyatımda bir neçə dəfə belə bir hal olub, mən demək istədiyim sözləri tamamilə başqa bir cür başa düşüblər. Yəni, məni yanlış anlayırlar. Yəqin ki, sizin də həyatınızda belə bir şey olub. Siz nəsə söyləyirsiniz, amma sizi tamamilə başqa cür anlayırlar. Və yaxud nəsə edirsiniz, sizi tamamilə başqa cür anlayırlar. Və İnsanlar bizi başqa cür anladıqlarına görə bizi olduğumuz kimi tanımırlar. Bəzən biz özümüz də hansısa bir insana, hansısa onun bir əməlinə görə qiymət veririk və hansısa bir əmələ görə ona münasibətimiz formalaşır. Və insanların da bizə münasibəti bu cür ola bilər. Və bu haqda düşünən zaman mən belə bir sual verdim özümə. Görəsən, hansı daha pisdir? Görəsən, hansı bizə daha çox təsir edir? Bizim kimisə yanlış anlamağımız, yoxsa kiminsə bizi yanlış anlamağı? Hansı görəsən pisdir? Amma bu sualdan da daha ciddi, daha da təsirli bir sual səsləndirmək istərdim. İnsan Allahı, insan yaradanı doğru başa düşmədikdə, insan yaradan haqqında doğru təsəvvürə malik olmadıqda nə baş verir? Nə baş verir? Əgər insan yaradan haqqında doğru təsəvvürə malik deyilsə. Çünki etiraf etməliyik ki, hər bir insanın Allah haqqında, yaradan haqqında müəyyən bir təsəvvürü var. Hər bir insan. Biri üçün o var, digəri üçün o yoxdur. Biri üçün o çox mərhəmətlidir, bağışlayandır. Digəri üçün çox qəddardır. Hər zaman sanki nəzəri onun üzərindədir və hər zaman onu cəzalandırmağa hazırdır. Biri üçün o uzaqdır, digəri üçün yaxındır. Və düşünürəm ki, Allahın varlığına inanan hər bir insan özünə bu sualı verməlidir. Mənim anlayışımda olan Allah həqiqətənmi həqiqi Allaha oxşayır? Həqiqətənmi mənim anlayışımda olan Allah həqiqətdə olan Allahdır? Və 19-cu fəsil, Luka müjdəsi 19-cu fəsil bu düşüncələrə aparan parçalardan biridir. Müqəddəs kitabda bu düşüncələrə aparan parçalardan biridir. Çünki bizim önümüzdə bu fəsli oxuduqda biz görürük ki, biz insanları görürük burada, Məsihi qarşılayan insanları və Məsihə şan, şöhrət verən insanlara qarşı çıxan fariseyləri görürük. Və onların hər birinin Məsih haqqında öz təsəvvürləri var idi. Oxusaq biz görəcəyik, hər birinin Məsih haqqında öz təsəvvürləri var idi. Və təsəvvürə malik olan insanın,
Bax, sənin də təsəvvürün var. Sənin də təsəvvürün var. Mənim də təsəvvürüm var. Və təsəvvürə malik olan insanın nə olur? Gözləntisi olur. Təsəvvürlərinə uyğun bir gözləntisi formalaşır. Biz o dövrün tarixinə, mədəniyyətinə nəzər salsaq, Yerusəlim və Yerusəlimin ətrafında yaşayan xalq hansı durumda idi? Biz tarixdən də və müqəddəs kitabdan da bizə bəlli olacaq ki, onlar o zaman əsarət altında idilər. Yəni, Roma imperiyası Yahudiyanı, onun paytaxtı daxil olmaqla işğal etmişdi və onlar əsarətdə idilər. Onlar imperiyanın ikinci, üçüncü dərəcəli bir xalqı idilər və onlar xərac verirdilər və onlar bu xəracdan azad olmaq istədilər və onlar Allahdan gözləntiləri var idi. Onların Allahdan gözləntiləri o idi ki, sən bizə güclü bir padşah göndərməlisən. Aramızda yəqin ki, 90-cı illərin əvvəlində yaşayanlar var. Yəni, yaş kateqoriyasına görə deyirəm. Və o zaman da bizdə belə bir gözlənti var idi ki, biz güclü bir padşah istəyirdik. Gəlsin, hər şeyi əlinə toplasın, hakimiyyəti cəmləsin və mərkəzli bir şəkildə idarə etsin. Çünki xaos var idi, qarışıqlıq var idi, özbaşınalıq var idi. Nə üçün? Xalqın gözləntisi bu idi və burada da bu Yahudilərin gözləntisi bu idi ki, güclü bir padşah gəlməlidir ki, bizi bu Romanın əsarətindən, bu qarışıqlıqdan qurtarsın. Roma işğalından azad olmaq istəyirdilər. Onlar siyasi azadlıq istəyirdilər. Onlar istəyirdilər ki, Allah onların şəraitini dəyişsin. İstəyirdilər ki, Allah onların vəziyyətini dəyişsin, şəraitini dəyişsin. Və budur. Onlar tarixin elə bir dövründə yaşayırlar ki, bəzən o dövrə ən böyük xeyirdualı vaxt kimi baxmaq olar. Çünki Məsihi canlı olaraq görürlər. Amma eyni zamanda tarixin ən dəhşətli vaxtında yaşayırlar. Çünki o zaman o xalqın başına gələn əzablar heç bir zamanda gəlməmişdi. Baxın, həm lütf baxımından elə bir zamanda yaşayırlar, həm də cəza baxımından elə bir zamanda yaşayırlar və onlar canlı olaraq Məsihi görürlər. Və Məsih gəlir. Amma onların gözlədiyi kimi gəlmir. Onlar Məsihi ən azından at üzərində gələn gözləyirlər. O isə spa üzərində gəlir. Və xarici görkəminə görə də cəngavərə bənzəmir. Və sonrası isə 19-cu fəsli oxuyanda sonrası isə bizi ümumiyyətlə çaşdırır və xalqı da çaşdırır. Bu Roma işğalından onlar gözləyirdilər ki, bu Məsih bizi azad edəcək və o Yerusəlimə baxır və ağlayır. Çox maraqlıdır. Biz düşünsək, əgər mən orada olsaydım, mən o bayram ərəfəsi orada olsaydım, mən nə görəcəkdim? Biz o bayram ərəfəsi orada olsaydıq, biz nə görəcəyik? İnsanlar bayrama hazırlıq görürdülər, Məsih isə ağlayır, Məsih isə faciəni görür. Xalq qışqırırdı ki, Rəbbin adı ilə gələn padşaha izzət olsun, sevinirdi, Allahı izzətləndirirdi və onlar böyük bir dəyişikliyi gözləyirdi və İsa isə ağlayırdı. Mənim üçün bir zamanlar, bir neçə il bundan qabaq bu parçanı oxuyanda mən ümumiyyətlə çox təəccüblənmişdim və bir çaşqınlıq içindeydim və
bir məqalə kimi yazmışdım, sonra onu vəzə çevirdim və o məqalənin başlığı belə idi: Ağlayan Allah qoymuşdum o məqaləmin adı. Ağlayan Allah. Ağla gəlməyən bir söz birləşməsidir. Allah ağlayır. Allah da ağlayarmı? Niyə ağlayır Məsih? Çünki o görür ki, insanlar onun gördüyünü görmür. İnsanlar onun anladığını anlamır və ən əsası insanlar onun kimliyini anlamır. Yəqin ki, biraz valideynlər bu vəziyyəti başa düşə bilərlər. Bəzən biz evladlarımıza baxanda biz görürük ki, onlar bizim anladığımızı anlamır. Onlar bizim onlar üçün nə etmək istədiyimizi anlamır və bizi də bəzən bu cür qəhər hissi boğur. Və Məsih görür ki, onun kimliyini tanımırlar. İnsanlar bugünə baxır. Bugünün xeyrinə, bugünün ziyanına. İsa isə gələcəyə baxır. İnsanlar bayramı görürdülər, İsa isə məhkəməni görürdü. Bu ayələri oxuyanda biz görürük ki, xalqın başına gələcək məhkəməni görür İsa və bu məhkəmə haqqında danışır. İnsanların əsas problemi Roma idi. Bütün xalqın əsas problemi Roma idi. Amma İsa isə anlayırdı ki, bu xalqın əsas problemi Roma deyil, bu xalqın əsas problemi İsa'nı tanımamaqdır. Və bununla da bəşəriyyətə, bütün bəşəriyyətə və əsrlər keçsə, min illər keçsə, mən bilmirəm Məsih nə zaman gələcək, ancaq son günədək bu dünyaya gəlmiş, keçmiş bütün insanların ən böyük problemi Məsihi tanımamaqdır. Bunun üçün ağlayır. Buna görə ağlayır. Budur. Sülhə aparan yol sizin qarşınıza gəlib. Amma siz, fikriniz hardadır? Fikriniz Romadadır. Sizin fikriniz şəraitinizdədir, amma fikriniz ürəyinizdə olmalıdır. Bugün də o zamanki tək insanlar düşünürlər ki, əgər mənim şəraitim, əgər mənim vəziyyətim, əgər mənim 2 otağım 4 olsa, bu şey 5 olsa, o bir şey 6 olsa, mən xoşbəxt olacağam. Əgər mənim müdürüm dəyişirsə, əgər mənim həyat yoldaşım dəyişirsə, mənim oğlum dəyişirsə, mən xoşbəxt olacağam. İnsanlar şəraitin dəyişilməsini arzulayırlar, şəraitin dəyişilməsi uğrunda çalışırlar, şəraitin dəyişilməsi uğrunda dua edirlər. İsa deyir, əgər siz bilsəydiniz, sizi sülhə aparan nədir? Kaş ki siz bilsəydiniz, sizi sülhə aparan nədir? Yerusəlimin günahı bu idi, xalqın günahı bu idi, Məsihi tanımamaq. Onlar bilmirdilər ki, həqiqətdə onlara nə lazımdır və bugün də bizim həyatımızda belə şeylər olur, biz bilmirik ki, bizə həqiqətdə nə lazımdır. Məyər eyni şeyləri biz etmirik. Məyər eyni şeyləri biz etmirik. Biz də deyirik, bax, əgər mənim maddiyyatım daha çox olsaydı, bax, əgər mənim bu problemim həll olunsaydı, bax, əgər mənim bu yaxınım dəyişilsəydi, bax, əgər mənə daha çox hörmət etsəydilər, bax, daha yüksək kürsüdə otursaydım, əgər həyatımın vəziyyəti dəyişilsəydi, mən xoşbəxt insan olardım. Təəssüflər olsun ki, biz də belə düşünə bilərik. Biz istəyirik ki, Allah bizim vəziyyətimizi dəyişsin. Biz istəyirik ki, Allah bizim vəziyyətimizi dəyişsin. Məsih isə gəlmişdi ki, bizi dəyişsin. Vəziyyətin dəyişməsini nə üçün istəyir insan? Düşünək, qardaşlar və bacılar, səmimi olaq.
Səmimi olaq. Mən bura sadəcə moizəni oxuyub düşmək üçün və siz də sadəcə bu moizəni dinləyib getmək üçün yığışmamışıq. Rəbbin niyyəti var. Öz sözü vasitəsilə bizim ürəyimizə məlhəm verir, şəfa verir, sülh verir. Öz sözü vasitəsilə, onu anlamaq vasitəsilə bizə sülh verir. Nə üçün biz vəziyyətin dəyişməsini istəyirik? Baxın, hər birimiz, burada oturanların hər biri ola bilsin ki, bu və ya digər vəziyyətin dəyişilməsini istəyir, bu və ya digər sahədə. Nə üçün? Komfort üçün. Komfort üçün. Rahatlıq üçün. Biz komfort və rahatlıq istəyirik. Və sakit həyat yaşamaq üçün. Sakit. Əgər nəyinsə ardınca qaçırıqsa, biz istəmirik qaçaq. İstəyirik belə, yellənə-yellənə gedək. Vəziyyətin dəyişilməsini ancaq bunun üçün istəyirik. Ancaq bunun üçün. Əgər başqa bir səbəbiniz varsa, söyləyin. Məsih isə deyir, sənin hədəfin sakit, rahat və komfort yaşamaq olmalı deyil. Mən demirəm ki, mən komforta qarşı deyiləm, ancaq hədəf bu olmalı deyil. Hədəf bu olmalı deyil. Hədəfin sülh olmalıdır. Bu mətni oxuyanda bizim hədəfimiz sülh olmalıdır. Varmı sənin sülhün? Varmı mənim sülhüm? Varmı bizim yaxınlarımızın sülhü? İnsana ən vacib olan Allahla sülhdə olmaqdır. Məsihin dediklərindən bu nəticəni çıxarırıq. İnsanların ən böyük problemi Allahla sülhdə olmamaqdır. Məsih buna görə ağlayır. Buna görə ağlayır ki, onun xalqının sülhü yox idi. Bu parça qəribə bir mənzərəni təsvir edir. Çox qəribə bir mənzərədir. Bir yağ dediyim sözlərə, bir yağ dediyim fikrə bənzər bir fikirdir. Allah o qədər yaxın gəlib ki, absurd dərəcəsində yaxın gəlib və insanların bu günə də başa düşməyəcəyi bir yaxınlıq dərəcəsində gəlib. O dərəcədə yaxın gəlib ki, onu gözlə görmək olur. Görünən şəkildə gəlib. Amma insanlar onu tanımır. Bu parçanın qəribəliyi budur. Allah çox yaxın gəlib. Amma insanlar onu görmür, insanlar onu tanımır. İsa'nın bu sözlərini diqqətlə dinləyə biz bugün Allahın sənə yaxınlaşdığı zamanı Allah öz xalqına deyir. Kitaba malik olan bir xalqa deyir. Ruhani müəllimləri olan bir xalqa deyir. Kitabı əzbər, bəzi nümayəndələri əzbər bilirdi bu kitabı və onlara deyir. Deyir, Allah sizə yaxınlaşdı. Və bu zaman siz anlamadınız. Hər bir insanın həyatında bu sözlər haqqında düşünən zaman və mən fikirləşdim ki, ya Rəbb, hər bir insanın həyatında eşidə biləcəyi ən dəhşətli sözlərdir. Hər bir insanın həyatında eşidə biləcəyi ən dəhşətli sözlər bunlardır. Allah yaxınlaşdı, sənsə tanımadın. Allah deyir, sən məni tanımadın. Niyə görə tanımadın? Çünki sənin mənim haqqında öz təsəvvürün var idi. Çünki sənin mənim haqqımda öz təsəvvürün var idi. Sən məni başqa cür gözləyirdin. Sən gözləyirdin ki, mən gələcəm, mən sənin şəraitini yaxşılaşdıracam. Mən sənə komfort gətirəcəm, mən sənə rahatlıq gətirəcəm, mən sənə siyasi azadlıq gətirəcəm, mən səni başda otuzduracam.
Sən belə Allah gözləyirsən. Amma sən mənim kiçik kimi gəlməyimi gözləmirsən. Bugün də biz eyni mənzərəni görmürükmü? Bugün də biz eyni mənzərəni görmürük ki, təəssüflər olsun, bəzən kilsələrdə də eyni mənzərədir. Düz 3 gün bundan qabaq idi, səhər tezdən. Mən çarpayıdan ayaqlarımı yerə qoyduqda belə bir dilemma qarşısındaydım. Gülməyin mənə, xahiş edirəm. Çünki biraz gec oyanmışdım. Fikirləşdim, gedim itimi qarajdan açım. Çünki gün vurur, qaraj isti olur və it üçün çox istidir. O bir tərəfdən düşünürəm, dua eləyim. Digər bir tərəfdən də yadıma düşür ki, həyat yoldaşımı arası aparmalıyam. Və bilmirəm, saniyələr mi keçdi, ya dəqiqə mi, bir neçə dəqiqə. Və qərara gəldim ki, gedim itimi bıraxım. Və çarpayıdan duranda belə bir sual gəldi ağlıma. Dedim, ya Rəbb, mən indi duadan imtina elədim, amma nə üçün sənə heç sabahın xeyir demədim? Axı, mən bilirəm, sən hər zaman mənimləsən. Axı, mən bunu kəlamda oxumuşam, mən bilirəm. Axı, mənə bunu öyrədiblər. Matta müjdəsinin sonunda deyir ki, dövrün sonuna qədər hər zaman səninləyəm. Və ümumiyyətlə, məndə elə bir şey heç zaman olmayıb ki, mən səs eşideyim, Rəbb mənimlə səsi ilə danışsın. Yox, mənim ən mistik Rəbbin mənimlə danışmağı içimdə bir fikrin hasil olmasıdır. Bu fikir də o qədər mənim fikirlərimdən fərqli olur ki, bu fikir də o qədər məni ifşa edir ki, çox zaman mən bilirəm ki, bu mənim fikrim deyil, bu müqəddəs ruhun fikridir. Və mən dedim ki, ya Rəbb, mən niyə sənə salam vermədim, heç olmasa? Və cavab rus dilində idi, bilməm nəyə görə. Знать обо мне и знать меня – это разное. Mənim haqqımda bilmək və məni tanımaq başqa-başqa şeylərdir. Bu mənə o qədər ifşa etdi ki, mən gördüm ki, mən onun haqqında daha çox bilirəm, nəinki tanıyıram. Allahı tanımayaraq onun haqqında danışmaq olar. Allahı tanımayaraq, tam tanımayaraq onun haqqında vəz də etmək olar. Məbədlərə gedib, illərlə məbədlərə gedib onu tanımamaq olar. Müqəddəs kitabı oxuyub onu tanımamaq olar. Yerusəlim, Rəbbin o şəhər üçün ağladığı Yerusəlim ümumiyyətlə Allah ideyasını inkar etmedi. Yerusəlim demirdi ki, Allah yoxdur. Roma kimi demirdi ki, Allah yoxdur. Dəməşq kimi demirdi ki, Antioxiya kimi demirdi ki, Allah yoxdur. Yerusəlim deyirdi, Allah var. Amma mən təsəvvür etdiyim kimi var. Sadəcə öz təsəvvürünə uyğun gəlməyən Allahı Yerusəlim qəbul etmədi. Çünki onun təsəvvürünə uyğun gəlməyən bir Allah idi. Onlar başqa Allahı gözləyirlər. Onlar başqa Allahı gözləyirlər və bu çox, qardaşlar və bacılar, və bu çox təhlükəlidir.
Yenə bilmirəm, bu həftənin içində olan bir şeydir. Mən avtomobillə yol gedən zaman yenə də içimə belə bir söz gəldi. Mən bu mövzu haqqında düşünürdüm, amma inanın, belə paralel aparmaq ağlımdan keçmirdi. Yerusəlim Allahı inkar etmirdi. Amma Roma isə tamamilə bütpərəst bir şəhər idi. Çox maraqlıdır ki, Rəbb Yerusəlimin dağılmasına izin verir. Rəbb öz şəhərinin dağılmasına izin verir. Roma isə qalır. Bütpərəst Romaya toxunmur, amma öz adı olan şəhər dağılır. Yerusəlimin adının yəqin ki, tərcüməsini biz hamımız bilirik. Sülhün şəhəri, sülhün məkanı. O sülhün məkanı sülhə aparan yolu tanımadı. Çünki onun anlayışında olan sülh, onun anlayışında olan sülhü gətirən tamamilə fərqli idi. Hər Allaha inanıram deyən insan özünə bu sualı verməlidir. Mən hansı Allaha inanıram? Öz təsəvvürümdə olan Allaha, öz təsəvvürümdə olan Allaha, öz gözlədiyim Allaha, mənə xidmət edən Allaha, məni ucaldan, mənə komfort, mənə rahatlıq gətirən Allaha, ya özünü Məsih vasitəsilə göstərən Allaha. Allah özünü tamlığı ilə yalnız bir şəxs vasitəsilə göstərib, o şəxs Rəbb İsa Məsihdir. Bizim anlayışımızda olan Allah, Rəbb İsa Məsihə bənzər olmalıdır. Məsih vasitəsilə özünü göstərən Allah insan üçün tamamilə anlaşılmazdır. İnsan üçün tamamilə anlaşılmazdır. Allah ağlayır. İnsan şüuru üçün bu qəbul edilməzdir. Bizə görə güclü ağlamamalıdır. Bizə görə güclü necə ağlaya bilər? Burada isə padşah, Məsih, Allahın oğlu və s. titulları özündə cəmləşdirən İsa ağlayır. Və əslində bu ağlamaq zəifliyi deyil. Bu ağlamaq Allahın insanlara olan sevgisini göstərir. Allah insan faciəsini sadəcə bilən deyil, bu faciənin içinə girib, bu faciəni yaşayandır bizim Allah. Bu faciənin içinə girib, yaşayan və ağlayandır bizim Allah. Məsih, Allahı anlamayan, inkar edən şəhərə baxır, kimin nə üçün gəldiyini başa düşməyən və başa düşmədiyinə görə cəzalanacaq şəhər üçün ağlayır. Və deyir, kaş ki sən tanıyaydın, kaş ki sən məni tanıyaydın, kaş ki sən məni tanıyaydın. Buna görə ağlayır Allah. İnsanların onu tanımadığına görə ağlayır. Məsih bu parçanı oxuyanda, bu ayələri oxuyanda biz bir şey deyirik ki, Məsih bizim görmədiyimizi görür. Yerusəlim küçələrində bayram əhval-ruhiyyəsi idi, bayram olacaqdı. İnsanlar sevinirdi. İnsanlar nida edirdi ki, onu qarşılayanda Rəbbin adı ilə gələn padşaha, Hosanna, şan, izzət olsun ona. Amma bütün bunların içində Məsih gələcəyi görürdü. O görürdü ki, nə baş verəcək bu xalqla. O gələcək ordunu, Roma ordusunu, o mühasirəni, o şəhərin dağılmasını, o qətl ediləcək körpələri, uşaqları görürdü və dağılmış məbədi görürdü. Və bütün bunları insanlar görmürdü. Və ona görə də onun ağlaması gələcəyi görənin ağlaması idi. Reallığı tamamilə görənin ağlaması idi. Biz bugünü görürük, qardaşlar və bacılar, biz bugünü görürük, biz bugünün mənfəətini görürük, biz bugünün çıxarını görürük. O isə bütün tarixi görür. O isə bütün tarixi görür. Biz problemi görürük. Rəbb isə bu problemin başlanğıcını və sonunu görür.
Biz vəziyyəti görürük, biz vəziyyəti dəyişmək istəyirik. O isə bizim ürəyimizi görür, bizim ürəyimizi dəyişir. Ən qəribəsi nədir? Məsih onu başa düşməyən, onu inkar edən, onu çarmıxa çəkənlər üçün ağlayır. Çünki o bilirdi ki, eyni xalq, ona Hosanna deyən eyni xalq bir həftədən sonra onun üçün qışqıracaqlar ki, onu çarmıxa çək. Onu çarmıxa çəkənlər üçün ağlayır və çarmıxa gedir. O bilir ki, insan Allahla sülhdə olmaq bacarığında deyil və bu sülhün yolu yalnız o özü ola bilər. Məsih sənin, bəli, yalnız və yalnız sənin, Məsih mənim, bəli, mənim, Məsih hər birimizin ən böyük problemimizi, Məsih bu dünyada bütün insanların yaşadığı ən böyük problemin həllidir. Bu dünyada olan hər bir insan Allaha qarşı düşmən bir vəziyyətdədir və düşmən olduğuna görə heç bir insanın bu dünyada Allahla sülhü yoxdur. Məsih gəldi ki, yol olsun. İnsanların Allahla sülhə aparan yolu olsun. Allahla sülhümüz yalnız və yalnız Məsihin sayəsində gerçəkləşib. Ağlayan Allah zəif Allah deyil. İnsan faciəsinə laqeyd olmayan, sevən Allahdır, ağlayan Allah. Ata Allahın əzəli niyyətinə görə müqəddəs ruhun qüdrəti ilə yer üzünə bizi Allahla sülhə gətirmək və bunun üçün çarmıxda qurban olmuş Rəbbimiz İsa Məsihə indidən və əbədiyyən şan, şərəf və izzət olsun. Amin.